Yani canlı varlıq bir şeyler arzuluyur və ona doğru gedir. Çünki onun seçimləri var və o həyatı bu cür tədqiq edir arzular vasitəsilə. Və Budda kimi bir müdrik adam da bəşəriyyətin lap sabahında durub deyir ki, heç nə arzulamayın. 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 Nə verirlərsə onu sevin. Tanrı sizə nə veribsə, bu varlıq sizə nə veribsə, elə onu da arzulayın. Bu əslində sonuçda belə bir şeyə gəlməkdir ki, narahat olmayın. Sizə nə lazımdırsa veriblər. O arzular sizi əsas yoldan uzaqlaşdıracaq. Fikirləşsiniz, indi qərb mədəniyyəti nəyin üzərində qurulub? Arzula! Sən bacararsan. Motivasiya. Motivasiya söhbətləri. Hamısı dəlixanaya aparır, inanırsınız? Böyük depressiya və dəlixananın qapısının ağzını açırlar bu söhbətlərlə. Sən bacararsan və uğur hekayələri danışırlar adamlara. 15.600 dəfə birini atqaz elədilər, rədd elədilər. Ondan sonra o 15.601-ci dəfədə buna qalib gəldi. Bu axmaqlıqdır. Tale ilə boğuşmaq, taleyin əleyhinə getmək. Bu Allahsız dünya görüşünün ifadəsidir. Mən demirəm ki, Allahla vuruşanlar, yəni Allahın yanında olaraq vuruşanlar, çabalayanlar həyatında, onlar heç ekstra səy göstərməyiblər, göstəriblər. İslam tarixi buna canlı sübutdur, məsələn. Amma o insanlar həmişə Allahla bağları əsas götürürlər. Tale ilə döyüşmürlər. Taleyin hökmünə boyun əyərək döyüşürlər. Döyüş sizin alnınıza yazıldı deyiləndə onlar döyüşüblər. Qaçılmazlığını dərk eləyəndə döyüşüblər. Amma burada sanki bir sənə düşmən olan bir tanrı var. O sənə nəyisə vermir. Sən ondan zorla qoparmağa çalışırsan. Bu psixologiyanın üzərində qururlar hər şeyi. Allah sizə Quranda deyir, mən sizə bir şey verməsəm, bütün dünya tökülüb gələ onu sizə verməz. Mən sizə bir şey versəm, bütün dünya əngəl olmağa çalışa, olmayacaq. Mən verəcəm onu sizə yenə də. Bu mənim məsələn Quranda ən çox sakitləşdirən ayədir. Fərahlıq verir. Mən arzularımı onda bastırdım. Təbii ki, bir şeylər istəyə bilərəm. Amma istəməkdə də çox israrlı olmaq lazımdır. Allah da bunu istəyir.